müddət əvvəl Türkiyədə tanınmağa can atan Sevil və Sevinç bacıları bunun çətin addım olduğunu dərk etdikdən sonra istəklərini Rusiya şou-biznesinə yönəltdilər. Moskvadan yeni dönən ifaçılar artıq bununla bağlı ilk işləri həll etdiklərini söylədilər. Getmişik Moskvada klip çəkdirməyə. Gedib orada olarkən klipi elə bilək, necə deyək, DJ variantını, remix variantını elə orada oxumadıq. Qaydandan sonra başa düşmüşük ki, bunun elə bir cover versiyası da lazımdır. İndi yenidən Moskva uçacaq ki, mahnını hazırlayaq. Son Öpüş adlı mahnıyı ekran həyatı vermək üçün Moskvaya yollanan bacıların sözlərinə görə Polina Gagarina, İrakli və Maksimin kliplərini çəkən rejissora müraciət ediblər. Ne çok insanları tanıdım. Kim gittiyse tez unuttum. Yalnız seni unutmadım. Onun üçün 1000 dəfə yoxlatdırmışam. Day 30 nəfərə yaxın komandada adam çalışdı bizimlə. Bunun işıqçısı var idi, o var idi, bu var idi. İnanın mənə hamısının pasportuna kimi yoxlatdırmışam. Adlarını, soyadlarını, kimin yoldaşıdır, harda işləyib bundan qabaq. Yəni ki, üzdən İraq olmasın. Onun üçün yəni bizim çox vaxtımız getdi seçimlərə. Yəni ki, kimlə çalışaq, hansı komanda olsun. Çok insanları tanıdım. Kim gittiyse tez unuttum. Yalnız seni unutmadım. Sadəcə bəd ayağı bizə deyirlər də. Təsəvvür edin, klip günü qızın anası rəhmət, rejissorun anası rəhmətə gedib. Gəlmişəm, oturmuşam, əlim ayağım soyudu. Soyuq tər bastı məni ki, mən nə edəcəm? İnanın mənə. Çox pis oldum. Həm o tərəfi düşünürdüm ki, yəni insanın böyük bir dərdi var. Bir tərəfdən də düşünürdüm ki, mən o qədər pul vermişəm, nətər olacaq bu? Ondan sonra bizi biraz sakitləşdirdilər ki, yəni burada Azərbaycandakı kimi deyil. Yəni burada iş işdir, şəxsi həyat şəxsi həyatdır. Rusiya şou-biznesinə qatılan əkizlər layihə üçün ayırdıqları məbləği gizli saxladılar. Türkiyənin qiymətləri necədirsə, əslində qiymətləri də eynidir. Biraz artıqdır bunlarda. Hə, yəni yox, açıqlamayaq. Əslində az deyil. Çünki bilirəm ki, müğənnilər gedir Türkiyədə klip çəkdirir. O yəni ki, məsəl üçün klip 20 mindirsə, yanına gəlib deyirlər 50 min. Onun üçün mən də desəm buradakı klip neçədir? Artıq təxmini biləcəklər ki, bizim müğənnilərimiz yalan danışır Türkiyə qiymətlərinə görə. Qonşu ölkədə tanınmaq üçün iddialı olduqlarını söyləyən Sevil və Sevinç duet məsələsindən də yan keçmədiklərini bildirdilər. İfaçılar Rusiyanın tanınmış rap ulduzu Timati ilə işbirliyi arzusundadılar. Mən çox istəyirəm əslində Timati ilə bir duetimiz olsun. Çox istəyirəm bunu, səbirsizliklə gözüm. Nail də olacağıq buna, mən əminəm. Torbada bir şey var, bəs nə danışırıq bir yandan. Amma yox, Black Star yox, amma hər halda biz yol taparıq ona çıxmaq üçün. Sevda Məmmədova, Elfaq Yəliyev, Muz TV.